Herkese selam dostlar, ben Monster B. Bugün sizlerle birlikte aylar diye bilərik. Aylar sonra 6. sezonumuzu sizlerle beraber devam edirik. Yani hakikaten dostlar onu deyə bilərəm ki, çok uzun zaman oldu, çok fazla ara verdik. Kanalın həddindən artıq, yani bir Dragon Bros ekip olarak başını çok bıraxdıq. Yani nətər deyim, her şeyi bir anda unuttuk. Hələ ki Minecraft meselesi olanda, yani nətər deyim, yani hakikaten çok büyük bir ara verdik. İndi isə tekrardan Minecraft serimiz indən sonra devam edəcək dostlar. 6. sezon sizlerle. Hoş geldiniz. Yanımda Lafın Yusuf Bey ve Nihat Bey var. Ne demek siz yepyeni bir bölümümüze ve yepyeni sezonumuza? Salam dostların tərsindən Nihat Bey. İlk öncelikle bu videomuza başladığımız çok sevinçliyim. Yıllar sonra kanalımıza qayıtdıq. Pardon, aylar sonra. Çok sevinçliyim ve çok yaxşıdır. Əlbəttə ki, sizin dəstəklərinizi gözləyirik. İnşallah bu videoya çoxlu dəstək olarsınız. Aha, Lafın Yusuf Bey. Dostlar, yani bu dəfə dostlar bol tempolu maşın gəlir mənim bəxtimə. Aha. Bol tempolu dostlar videomuz olacaq və hər zaman tetikdə qalın, bildirişləri açmayı unutmayın. Bəli dostlar, artıq Lafın Yusuf Bey'in də dediklərinə görə irəldən yay gəlir, bolca tətil və bolca vaxtlarla beraber artıq sizlərlə beraber olacaq. Yepyeni içeriklərlə, yepyeni oyunlarla və yarımçıq qalmış yeni içeriklərlə beraber yenidən sizin qarşınıza qüvvətli və daha dayanıklı bir ekip olarak sizlerle beraber olacağıq. Bəli əziz dostlar, bilirsiniz ki uzun zamandır Minecraft gəlməməsinin səbəbi budur ki, bizim yepyeni bir sürümə keçməmiz və ardından da yepyeni bir başlanğıc eləyib yeni bir köy inşa eləməmizdir. Bugün isə sizlərin qarşınızda olan Monster köyünü sizlərə tanıtmaq istəyirik dostlar. Bu artıq bizim keçirə biləcəyimiz yepyeni köylərimizdən biri olacaq. Həqiqətən gerçekten çox əziyyət çəkdim. Bəlkə ola deyə bilərəm ki 2 ay yarımdır mən bu köy üçün əziyyət çəkirəm. Yəni görmüş olduğunuz evlərin hamısı mənə aiddir. Bütün yapımları mənə aiddir və yəni bütün tasarım, yəni eləmək, nətər deyim, hər şey çox uğraşır. Daha sonra bunları dostlar sizə çox aydın şəkildə paylaşa bilərəm. Nətər deyim, bu sadece bir tanıtım videosudur. Daha sonra yaxça videolar, yani super əla, nətər deyim, belə good, mükəmməl, kaliteli videolar hamısı irəlidə sizlərlə beraber olacaq dostlar. Çox doğru. Dostlar, indi bilmirəm səsim sizə nətər gəlir, heç bir xəbərim yoxdur. Özüm də belə üzürlü sayınım, özüm qripəm, yəni səsim videoda gələrsə çox üzürlü sayın. Amma bu yaxınlarda iyiləşəcəm Allahın izni ilə. İndi isə mən sizə köyü tanıtmaq istəyirəm. Bu bir tanıtım videosudur. Hələ tam olaraq videolar tam yaxşı yəni bu aydın olmaya bilər. Sadəcə bu tanıtım videosudur ki, 6. sezondan sizin xəbəriniz olsun. Dostlar, indi mən öz belə gedək də onda. Dostlar, bu görmüş olduğunuz ev Nihat Bey'in evidir. Hal-hazırda bu evi mən dünən bitirmişəm. Dünən bitibdir. Gəlin bu evi sizə göstərim. Baxın, eni uzunu belədir. Yəni tam aydın şəkildə baxın, görün nətər bir evdir. Hər kəsin evində yorumlarda puanlamağı unutmayın kəsinliklə. Puanlarsanız bizim üçün çox yaxşı olar. Bu Nihat Bey'in evidir. Bu ise için göstermem, bir dəqiqə dostlar, için göstermem. Baxın, içi də bu şəkildədir. Yaxşıca baxın içərisinə. Bu Nihat Bey'in köpeğidir. Baxın, gözəlcəsinə baxın içərisinə. Yaxşıca baxın. İndi isə ikinci mərtəbəsinə keçirik. İkinci mərtəbəsinə gediş də bu şəkildədir. Baxın özünüzdə. Baxın, belə superdir. Bura yataq yeridir. Burada belə yatmaq yeridir. İndi bura isə görürsünüz, burada belə sandıqlar var. Bu sandıqları isə bilirsiniz ki, əşya qoyuruq. Bu katı tanıtdım da, hə. Dostlar, indi burada 3-cü katda baxın. Burada yəni o qədər şey yoxdur. Yəni bura çatı katda değil mi Nihat Bey? Evet, çatı katda dostum bura. Bura yəni o qədər çox kullanılmır. Yəni sadəcə olaraq əşya çatışmamazlığı olsa bu evi kullana bilər. Hə dostlar, görmüş olduğunuz kimi bu ev Nihat Bey'in evi oldu. 10 üzərindən bu evi kəsinlə puanlamağı unutmayın. Sıra isə Dragon'un evinədir. Dragon'un evinə keçiş edək. Dostlar, görmüş olduğunuz kimi bu da yəni üzülü sayın Dragon'un evidir. Baxın ətrafına belə baxın. Bol fənərli və bol kötülü, yəni nətər deyim, belə arxasında tarlarlı mini özü üçün bir evdir. Gerçəkdən çox yaxşıdır məncə.
Yəni mən yapdığım hər evi sevirəm burada. Baxın sizdə bu evi də onun üzərindən puanlayarsınız. İndi isə içərisinə keçirik. Burada qırmızı hallar və bu kömürlük var. Burada 2 dənə çalışma masası var. Çox normal, qayət yaxşı bir evdir özü üçün. Baxın burada yatmaq odası və sandıq odası. İndi sandıqların içini açmaya ehtiyac yoxdur, amma sadəcə olaraq ev turu önəmlidir bu videoda. Baxın, görmüş olduğunuz kimi belə bu vəziyyətdədir ev. Buna da çox əziyyət çəkdiyim bir evdir. 2 gündə mən bu evi yaptım. Baxın, axırda da evə, baxın. Burada Dragon'un öz evidir. Onun üzərindən kəsinliklə bu evi də puanlamağı unutmursunuz yorumlarda. Dostlar, görmüş olduğunuz bu evdə mənim evimdir, yəni öz şəxsi evimdir. Əvvəlcədən Lafalın Süper ilə bərabər qalırdıq, indi isə takımdan ayrılır və özü tək qalır. Görün bu ev, yəni siz 10 üzərindən puanlayın da görün nə tər evdir. Baxın belə ətrafını sizə gəzdirim. Baxın bura belə evin belə arxa tərəfində belə ağaclıq var ki, çünki burada dostlar balkondur. Balkonda mənzərəsi yaxşı olsun. İndi oralara gələcək. Baxın evin bu tərəfləri də bu şəkildədir. Burada 3 dənə çit var. Yəni baxın, iyicə baxın dostlar. 10 üzərindən bu evi puanlayarsınız. İndi isə içərisinə keçək. Baxın, bu ev də mənim görmüş olduğunuz kimi bu ev belə bir içidir mənim evimin. Bu dostlar bu köşəyi mən nədənsə çox sevirəm həqiqətən. Yəni nə bilim mənə belə xoş gəlir də, yəni rahat nəsə bir qəribə bir hiss verir mənə. Amma qəşəngdir o tərəf. Baxın belədir. Burasını gördüysəniz yuxarı qata keçək. Bura mənim öz odam tərəf dostlar. Burada süslü büyülü elmas setim var, elmas kazmalı. Burada da büyülü demir setim var, büyülü elmas kazmalı. Bura elə belədir. Bura başqa bir set üçündür. Amma buradakı setim qırıldı. Bura option mənim, yəni nətər deyim, bura yəni öz rəsmi mənim öz tərəfimdə də, yəni bura. Yəni dostlar, bura dediyim kimi, bura mənim öz tərəfimdə yatma yeri falandır bura. Bura balkondur, baxın, hə. Baxın bura düz yatağımın burada qabağında balkon var. Baxın belə çox balaca, yaxşı balkonum var. Baxın belə ətraf baxmaq olur. Prosto burada bu kiraz ağacı buranın biraz önünü kəsir deyə buradakı bəzi ağacları, bəzi çiçəkləri falan görmək olmur. Burada mənim yəni sadəcə balkonumdur. Yəni gördüyünüz balkona da onun üzərindən puanlayarsınız. Burada elə belə bir sadə bir köşədir. Baxın yenə də siz ətrafa. Yəni elə belə də yəni çox işlətmirəm. Bura isə dostlar şeydir, mənim kedilərimin odasıdır. Baxın gör nə gözəldir bura. Bura altına da halı sərmişik. Burada Lafalın Süper bu halları mənə hədiyyə etmişdi. Mən də bura sərdim. Yəni baxın çox superdir. Kedilərimin odasıdır ümumiyyətcə bura. Burada yəni onların öz odası. Yəni mən bura heç kim icazə vermirəm. Həm də ki özüm də çox kidən birdən girmirəm. Çünki bura onların odasıdır. Burada yəni elə belə köşədir, əşyalarımı bura qoymaq üçün elə belə istifadə etdiyim, yəni klassik balaca bir köşədir. Sıradakı evimizə keçək. Dostlar, bu da evimin dışdan görünüşüdür. Kesinlikle yorumlarda bizi sevən izləyicilərimiz bu evi də onun üzərindən puanlamayı unutmasın. Keçid edirik Nihat Bey'in en köhnə evinə. Dostlar, bu evin içində heç nə yoxdur. Yəni girməyə bilmirəm, bir mənası var mı? Amma yenə də elə belə sizə göstərim. Baxın, içərisi bu şəkildə də əvvəlcədən Nihat Bey'in kullandığı bir evdir. Nihat Bey, nə demək istəyirsən köhnə evin haqqında? Dostlar, bu evi birinci səfər tikəndə çox bəyənmişdim. Əlbəttə ki, yəni Monsterbeyi tikmişdi. Çox yaxşı əl işi var. Mən yəni çox sevirəm onun əl işini. Amma sonra o evdən sıxıldım. Belə bir qəşəng bir ev göstərdim. Dedim bu ev mənə tikərsən, o da mənlə xoş oldu, razılaşdım. Mən odunlarımı qırdım, verdim və o da əziyyət çəkdi. Mən ona kömək elədim və bu evi əldə elədik. Hə dostlar, görmüş olduğunuz kimi yəni öz istəyi ilə mən getdim o evi düzəltdim. Yəni bunu çox bəyənmədi. Çünki yəni nə deyim, buradakı bəzi evlərin dizaynı çox yaxşıdır, amma yəni bunu mən özüm üçün eləmişdim. Özüm hədiyyə olaraq vermişdim, amma iş orasıdır ki, yəni bu ev həqiqətən biraz çox yox, biraz pis durur deyə ona görə o evi mən özüm elədim. Bu evə də dış görünüş olaraq 10 üzərindən puanlaya bilərsiniz. Keçid edirik növbəti evimizə. Dostlar, keçid edirik yeni evimizə. Baxın, görmüş olduğunuz bu böyük bir ev Lafalın Süper'in özünə aiddir. Yəni 10 üzərindən kesinlikle bu evi də puanlamağı unutmursunuz. Gerçekten deyirəm, mən bu evə tam olaraq bir günümü sərf eləmişəm. Sabahdan başlayıb düz axşama tan dostlar mən bu evi yapmışam. Arkasında kiçik belə bir nə deyim, ahır gibi, ahır deyək də minik, nə deyim, küçük bir çiftlik var. Baxın, yəni çox böyükdür, həddindən artıq böyükdür, 4 mərtəbəlidir dostlar. Özünüz də hətta buradan baxın, yaxşıca 10 üzərindən puanlayarsınız. Yaxşıca baxın. İndi isə içərisinə keçid edək. Merhaba. Merhaba, merhaba. Dostlar, hoş buldum. İlk katı dostlar belədir. İlk katı görmüş olduğunuz gibi bura büyük yeridir, herhalde. Ne yeridir bura? Bunu açması sevinirim arkadaşlar. Lafın üstüne burayı açmamızı istemiyoruz dostlar. Tadilatı bitməyibdir. Tadilatı olanda Növbəti bölümlərdə göstərsək olar mı peki? Bura tarla yapılır, tarla. Amma yenə torpaq da eləyir. Nə?
Yəni hər yer torpaq olduğu üçün göstərsə bir mənası yox da. Bunun təzədən çıxmaq var. Burada. Aha. Dostlar, yəni bura növbəti bölümlərdə oralara keçid eləyərik. Bura ilk katıdır, görmüş olduğunuz kimi. Burada çox maraqlı sandıq var. Mən bəyəndim buna. 10 üzərindən bunu da puanlayarsınız. Bura elə belə sandıq yeridir. Hə. İkinci yerdə Lafalın Supe'nin öz odasıdır. Görmüş olduğunuz kimi sandıqlar və sandıqların bölmələri, həm də ki yataq. Burayı mən çox sevirəm dostlar. Bura yaxşı yerdir. Yəni Lafalın Supe'nin öz odası. Baxın. Bura belə bir yerdir. Sandıqları açmaya ehtiyac yoxdur məncə. Bura elə belə klassik bir köşədir. Bura nə üçündür bilmirəm. Bura nə üçündür? Bura heç də camdan baxma bölgəsi. Yo bura. Aşağı in. Hə, bax bura nə üçündür bura? Bura heç də bu tuzak qapısını belə aşağı eləyirəm. Buradan belə köy izləyirəm. Hə, tamam. Gördük, eşitdiniz də bura belə yerdir köy izləmək üçün. Həqiqətən mənzərəsi də qəşəngdir. Deməli elə uşaqlar mənzərəsi Çox qəşəngdir. Hə. Keçid edirik növbəti yerə dostlar. Üçüncü mərtəbədir. Yəni o qədər də heç nə yoxdur, amma yəqin ki zamanla doldurarsan da. Dəqiqə bunu görmərsən amma heç. Aha dostlar, yeni yerə keçid edirik və son kat çatı katı. Baxın, gerçekten çox yəni. Desəniz ki, bu zıraskılar niyə burada belə boşdursa, baxın dragon, bir də dragon, bir də Nihat bəyə dostlar set vermişəm. Mən baxın, bu set özümün setidir, bu dəqiqə üstündəki setdir. Bu dragonun seti, bu da dostlar Nihat bəyin seti. Yəni mən qızı hamıyı elmas set eləmişəm. Bəli dostlar, videonun başında siz də gördünüz Dragon, yəni Dragon 78-68 hal-hazırda sunucudadır. Siz onu videonun başında görmədiniz çünki yarımçıq gəldi. Hətta salamını da deyirəm Dragon. Salamlar arkadaşlar. Yəni Dragon uzun zamandır kanalımızda olmurdu və indi isə onu yanımıza aldıq. Hətta daha doğrusu videonun yarısında özü demişdi ki, yəni mənim videoya alın, mən də aldım. Dostlar, Lafalın Supe'də görmüş olduğunuz kimi yerləri tanıtdı. Burada baxın, burada öz zırhı, öz alətləri var. İndi bilmirəm bu kılıcın formaları niyə belədir, heç cür anlamam, amma neysə. Burayı da yəqin ki puanlayarsınız. Bu arada mən evimə girən hər insana, yəni və əsasdakı Monster bəyə, dostlar, evimə gələn hər misafirə mən hədiyyə verirəm və Monster bir də ilk yəni adamımız olduğu üçün ona bir dənə hədiyyə verirəm. İlk adam deyəndə, yəni dostlar, biz buralara izləyicilərimizi göstərmək üçün gəldim. Evdəki yanında envanterim boşdur. Təşəkkürlər. Dostlar, görmüş olduğunuz kimi Lafalın Supe'nin bizə verdiyi hədiyyələr belədir. Gerçekten çox sağ ol. Yəni verdiğin üçün təşəkkürlər Lafalın Supe. Dostlar, Lafalın Supe'nin şərəfinə bir like atarsınız yəqin ki. İndi isə aşağı doğru inək. dostlar o qədər Və- hədiyyə verirəm. Hə, yəni dostlar, like atmağı unutmayın. Hə, dostlar, biz şey eləmədik, like hədəfi istəmədik sizdən. Dostlar, bu videoya ən azı sizdən 15 like gözlədik. 15 like daha atın. 15 like içərisində Minecraft 6-cı sezon 2-ci bölüm sizlərlə olacaq. Hə, nə demək istəyirsiniz sizdə? Mən bir şey deyirəm. Dostlar, bu oyuna yeni başladığımız üçün, bu videoyu yeni çəkdiyimiz üçün bomba bir like, bomba bir abunə gözləyirik sizdən. Dəstəklərinizi də unutmuyoruz. İnşallah yaxşı like, yaxşı abunə ata bilərsiniz və ya dəstək ola bilərsiniz. Bəli dostlar. Sizlərə axatan güvənirik. Abone butonunu patladım. Düz deyil. Dostlar, sizə bir şey deyim. Dostlar, o qədər yekə kanalıq, abunələrimiz bilirəm düşür, amma dostlar, o qədər böyük kanal. Artıq biz dostlar, yəni 20-yə 30 like atmalıyıq. Yəni 15 like ara kimi gedəcəyik biz dostlar. Yəni. Bəli dostlar, sizdən ən azı axırıncı dəfə sizdən 15 like istəyirik. Artıq sizdən like istəyəndə 20 like istəyəcəyik. Bu isə axırıncı dəfə sizdən 15 like istəməmizdir. Bu videoya ən az 15 like atarsanız yeni bölüm, yəni növbəti bölüm, ikinci bölüm sizlərlə bərabər olacaq və artıq videolarımıza 20 bölümlük edəcəyik dostlar. Artıq böyük bir sezonla bərabər olacaq. Dostlar, bilmirəm də Monster bir icazə verəm. Mən istəyirəm ki, Monster və bu gün bu bölümdə at yarışı düzəldək. O qədər hamının atları var. At yarışı düzəltməyə razısınızmı? İndi bilmirəm, baxarıq da ona. Dostlar, kanalımıza like atıp videolarımıza kesinlikle kanalımıza abone olup videolarımızın hepsine Minecraft'ta yani bütün serilerimize like atmağı unutmayın. Bu bizim için çok büyük bir destektir. Destekleriniz sayesinde yükselişe Abone keçirik. butonunu patladım dostlar. Abone butonunu da kesinlikle kırmağı unutmursunuz. Uzun zamandır video atmadığımız için YouTube efendi abonelerimizi çıkarmaya başladı. Ama neyse, heç vaxt üzülmürük. Yəni yox, kaydımız bitir. Heç vaxt üzülmürük, ayaqda qalırıq. Yəni asla kiməsə də baş əymirik. Bir ekip olaraq hər şeyin üstəsindən dostlar gələcəyik. Və biz bir Dragon Brothers ailəsi olaraq sizi çox sevirik. Biz bir Dragon Brothers ailəsi olaraq sizləri çox sevirik. Yəni həqiqətən bunu asla unutmayın.
Dostlar artıq videomuzun sonuna gəlirik. Kanalımıza abunə olub videolarımızın hamısına like atmayı unutmayın. Bu bizim üçün çox böyük bir dəstəkdir. Sizlərin sayəsində Yüksəlişə keçirik. Sizi də çox sevirik. Abone butonu patladın. Dostlar görüşərik hələlik və bay bay. Dostlar 15 like atın, yeni videolar sizlərlə olacaq. Sağ olun və Bay Bay bay. sizi çox sevirik. Sağ olun və Sağ olun və bay bay. Sizi çox sevirik. Sizi Bay çok bay. seviyorum. Bay bay.